Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Şirin yanı kimi tanınan ərazidə Aura restoranının yaxınlığında İlqar Musayev küçəsində fəaliyyət göstərən Elit Kafe barədə Infoplus TV-yə etibarlı mənbələrdən şikayətlər daxil olub. Məlumatlara görə 3 mərtəbəli bu obyektin qarşısında demək olar ki, hər gün gərginlik yaşanır. Müştərilərin avtomobillərini park etmək üçün yer olmadığından sürücülər maşınlarını əsas magistral yolun kənarında qaydalara zidd şəkildə saxlayır. Nəticədə ərazidə tıxac yaranır, həm nəqliyyat vasitələrinin, həm də sakinlərin hərəkətinə maneə törədilir. Şikayətlər təkcə dayanacaq problemi ilə məhdudlaşmır. Redaksiyamıza göndərilən video materiallarda Elit Kafenin mətbəxində antisanitar vəziyyətin hökm sürdüyü əks olunur. Görüntülərdə mətbəxdə sahibsiz pişiklərin yeməklərlə təmasda olması, həmçinin müştərilərə təqdim edilən ətin mənşəyinin qeyri-müəyyənliyi diqqət çəkir. Bu cür hallar ictimai yaşayış obyektlərində sanitariya normalarının ciddi şəkildə pozulması deməkdir və insan sağlamlığı üçün birbaşa təhlükə yaradır. İddialarla bağlı aidiyyəti qurumların məsələni araşdıracağına və qanun çərçivəsində tədbir görəcəyini ümid edirik. Sonda onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.